Kliniki tibbi mərkəzdəyik. Sosial şəbəkələrdə tez-tez gündəmə gələn, saxta həkim olduğu iddia edilən və Uğur 777 estetik klinikasında qeyri-etik görüntülərlə müzakirələrə səbəb olan Gülbadə Abdullayeva ilə bağlı yeni iddialar yayılıb. İddialara görə o sirkə turşusundan zəhərlənib və hazırda məhz bu tibb müəssisəsində müalicə alır. Qeyd eləyək ki, daha əvvəl Abdullayevanın tibbi təhsili və fəaliyyətinə dair ciddi suallar yaranmışdı. Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində onun adının tibb işçilərinin vahid reyestrində olmadığı və tibbi fəaliyyət göstərmə səlahiyyətinin olmadığı bildirilmişdi. Məsələ ilə bağlı kliniki tibbi mərkəzdən açıqlama almağa çalışacağıq. 5-ci ay 2026-cı il təxminən 21 radələrində 1991-ci il təvəllüdlü qadın şəxs daxil olmuşdur. Xəstədə şikayətlər ürək bulanması, ümumi halsızlıq olmuşdur. Deməli, xəstəyə müvafiq zəruri yardımlar etdik. Zəhərlənməkdir və yardım göstərildi. Ciddi bir problemlər yox idi. Ona görə ambulator şəraitdə evə müalicə yazdıq. Sahə həkimin nəzarətinə buraxdıq. Kliniki tibbi mərkəzdəyik. Sosial şəbəkələrdə tez-tez gündəmə gələn, saxta həkim olduğu iddia edilən və Uğur 777 estetik klinikasında qeyri-etik görüntülərlə müzakirələrə səbəb olan Gülbadə Abdullayeva ilə bağlı yeni iddialar yayılıb. İddialara görə o sirkə turşusundan zəhərlənib və hazırda məhz bu tibb müəssisəsində müalicə alır. Qeyd eləyək ki, daha əvvəl Abdullayevanın tibbi təhsili və fəaliyyətinə dair ciddi suallar yaranmışdı. Səhiyyə Nazirliyi tərəfindən aparılan araşdırma nəticəsində onun adının tibb işçilərinin vahid reyestrində olmadığı və tibbi fəaliyyət göstərmə səlahiyyətinin olmadığı bildirilmişdi. Məsələ ilə bağlı kliniki tibbi mərkəzdən açıqlama almağa çalışacağıq. 5-ci ay 2026-cı il təxminən 21 radələrində 1991-ci il təvəllüdlü qadın şəxs daxil olmuşdur. Xəstədə şikayətlər ürək bulanması, ümumi halsızlıq olmuşdur. Deməli, xəstəyə müvafiq zəruri yardımlar etdik. Zəhərlənməkdir və yardım göstərildi. Ciddi bir problemlər yox idi. Ona görə ambulator şəraitdə evə müalicə yazdıq. Sahə həkimin nəzarətinə buraxdıq.